İradə xanım üçün ağ çiçəyimdən xüsusi bir gülümüz də var. Ağ çiçəyim, ağ çiçəyim, ağ çiçəyim. Ya gül demədin mən abacı. Mən xahiş Sənsə etmişdim. bacımı demisən deməyinə İlham. Vallahi xahiş elədim ki, söyləməsin. O ömründə belə yerlərə girməyib. Bilirəm, heç bir Sabir zaman müəllim olmuyor. özü gətirib onu. Sağ olsun. Təşəkkürlər. Sabir müəllim çox hörmətli bir insandır. Bacımın yoldaşıdır, çox yaxşı bir insandır. Bunlar mənlə nəfəs alırlar da. Atamın yadigarıdır. Bacılarım. Bacım rəhmətə gedib biri. Allah ona rəhmət eləsin. Mamaları Fəridə xanım, Allah ruhunu şad eləsin. Atamız da Məzər müəllimdir. Allah onun ruhunu şad eləsin. Allah sənə can sağlığı versin. Uşaqlara, nəvələrə. Digər verilişlər bilirlər ki, İlham xanımın bacısı heç bir zaman efirə çıxmayıb, heç bir zaman çəkilmir. 15 il qabaq görmüşəm. 15 il qabaq sualım var. İlham xanım necə bacıdır? Gözəl bacıdır. Çox gözəl, xeyirxah adamdır. Çox yaxşı bacıdır. Gözəldir, özü də gözəldir, xəssiyyəti də gözəldir. Xeyirxah bacılar adətən dalaşırlar. Sizdə necə? Elə şey olmuyor. Bizdə elə şey Bunlar yoxdur. mənim Nazımla bilirsən necə oynayırlar. O qədər bunlara naz göz atıram. Bizdə elə şey yoxdur. Nazımla oynayırlar. Çox iradəsi də İpək kimi xanımdır. İpəkdir. 3 dənə nəvəsi var, Allah saxlasın. Allah saxlasın, Allah saxlasın. Heç olmayıb ki, aranızda bir Yox, ömründə olur. Dili bacılar daha dalaşırlar axı. Yox. Dalaşqanı mən uzaqlaşdırmışam özümdən, var eləsi. Bacıların içində, yox. Dalaşqan yoxdur. Danışmırsınız indi onunla? Uzaqlaşdırmışam. Xəssiyyəti xoşuma gəlmir, uzaqlaşdırmışam. Bilirsən necədir Zaur? Mən açım danışım. Buyurun. Bir dəfə bir rayona getmişdik. Gənc uşaqları seçirdik. Onu da aparmışdıq özümüzlə. Sonra bizi hörmətli bir ailə evə qonaq çağırdı. Biz evə çəkiliş də gedir. Orada ona sual verdilər ki, İlhamə xanım necə bacıdır? Bacıdır da. Dedim kameranı saxla, stop elə. Oyla da o bacılığı qutarmışam ona. Ağzını, burnunu çox büzdü. Bacıdır da. Amma yenə də mən elə düşünürəm ki, ürəkdə siz onu çox istəyirsiniz. Niyə istəmirəm? Mən açıq deyirəm. Mən yalanla falan aram yoxdur. Mən o gündən sonra onu uzaqlaşdırmışam. Gəlsə, üzr istəsə, bağışlayarsınız. Yox, istəmirəm. Atılan daş topuğa dəyər. Bir adam bir səhvi eləyirsə, onu bir də eləyə bilər. Səhvi eləməsin. Eləyibsə, o çaşırsa, bir də çaşa bilər. Ona görə çaşanı uzaqlaşdırmaq lazım. Yəni bağışlamayacaq. Yox, mənim onun yadımda yoxdur ki, olar. Niyə yadmasın? Mənim ən gözəl bacım buradadır. Canım mənim. Canım mənim, həyatım. Mənə maraqlıdır, İradə xanım necə? Səsi var yoxsa yoxdur? Bəlkə də var, özü qəbul eləməyəcək. Yox, onun danışığını eşitmirəm. Danışığını Onu dindirdin, danışdırdın. Danışacaq. Hə ya yox? İradə çox yaxşı bacıdır. Mən sənə deyim ki, o çox yaxşı bacıdır. Ondan gözümdən incimişəm, ondan inciməmişəm. Uşaqları da başıma dolanırlar. Çox yaxşı bacıdır. Erlana bacım rəhmətə gedib, ruhu şad olsun. O da çox yaxşı idi. Belə atamız da bizim də hüquqşünas idi, prokuror idi. Lənkəranda prokuror işləyib. Mən də orada doğulmuşam. Mənim atam da çox hörmətli bir insan idi. Biz köklü insanlarıq da, kökümüz olub bizim, biz dağdan, arandan, tarandan gəlməmişik, köklü insanlarıq. Vallahi bilə inan mənə deyirəm bunu, hər dəfə deyirəm ki, mənim ömrüm sənin olaydı. Sən